Öddə daş yaradır, yaratmır. Nazlı doktor, sürətli arıqlama. Öddə daş yaradır. Hətta mənim çox pasiyentim olubdu ki, xüsusən də cavan qızlarımız toy qabağı çox sürətli çəki verirlər. Bu zaman yağlı məhsullardan, yağdan tamamilə imtina eləyirlər. Yağlı yeməklərdən imtina eləyirlər və öd də yağları emulsiyalaşdırdığı üçün heç istifadə olunmur. Ödün də tərkibi xolesterindir, vitaminlərdir, sudur və burada artıq durğunluq yaranır və həmin xolesterin dənəcikləri birləşərək öd daşlarının yaranmasına səbəb olur. Çox yağlı yeməklər. Öddə daş yaradır. Çünki həddindən artıq yağlı yemək, xüsusən də heyvani yağlardan, bizim el arasında bildiyimiz nehrə yağından çox istifadə eləmək öddə daşın yaranmasına səbəb olur. Çox su içmək. Yaratmır. Çünki çox su içmək maddələr mübadiləsini sürətləndirir, şəkəri tənzimləyir, xolesterinin mübadiləsinə müsbət təsir göstərir, qəbizliyin qarşısını alır və bədənimizin böyük bir hissəsi sudan ibarət olduğu üçün su içmək hər zaman faydalıdır. Bəs zeytun yağı? Yaratmır. Zeytun yağı istifadə üçün çox önəmli yağlardan biridir. Həm salatlarda, həm yeməklərdə heyvani yağlardansa zeytun yağına tövsiyə eləyə bilərik. Çünki xolesterin və triqliserid mübadiləsinin də tənzimlənməsində, aşağı düşməsində biz hər zaman zeytun yağını tövsiyə edirik. Öd daşlarının yaranmasında da əsas səbəb məhz lipid mübadiləsinin pozulmasıdır. Axşam ac qalmaq. Axşam ac qalmaq öd daşı yaratmaz. Əgər biz günorta, səhər normal yağlı xörəklərdən istifadə eləmişiksə də, heç olmasa bir öğün normal günorta şorba, üzərindən bir yağlı yemək və yaxud da zeytun yağında salatlardan istifadə eləmişiksə də, bu zaman öd kisəmizin fəaliyyəti artıq olmuşdur. Öd kisəsində durğunluq yaranmır. Axşamlar az miqdarda yemək öd daşının yaranmasına səbəb olmaz. Bəs doktor, öd daşı ancaq yaşlılarda yaranır? Xeyr, öd daşı ancaq yaşlılarda yaranmır. Birinci sualımıza qayıdırıq. Sürətli çəki verənlərdən, bəzi dərman preparatları istifadə edənlərdən, məsələn, hamiləlikdən qorunmaq üçün istifadə edilən bəzi hormonal dərmanlar belə öddə durğunluq yaradır, öd daşlarının yaranmasına səbəb ola bilər. Hətta gənclərdə də artıq öd daşı xəstəliyi çoxdur ki, biz bunları çox vaxt cərrahi əməliyyat tövsiyə edirik.